Kremlin xüsusi elçisi və Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kiril Dmitriyev Könüllülər Koalisiyası samitində bir gün sonra gizli şəkildə Parisə səfər eləyib. Bu barədə Fransanın Le Monde qəzeti yazıb. Bildirilir ki, Ukrayna nümayəndə heyəti müttəfiqləri ilə məsləhətləşərkən Rusiya rəsmisi Birləşmiş Ştatlar səfirliyində qəbul edilib. Rusiya səfiri Kiril Dmitriyevin Parisdə olduğu bildirilir. O Ruedu küçəsində görünüb deyə nəşr əlavə edib. Qeyd eləyək ki, Yelisey sarayı Dmitriyevin 7 yanvarda Könüllülər Koalisiyası ilə Steve Witko və Karet Kushner arasında Parisdə keçirilən danışıqlardan bir gün sonra prezident sarayına baş çəkmədiyini, lakin Yelisey sarayının yanında yerləşən Birləşmiş Ştatlar səfirliyində qəbul edildiyini vurğulayıb. Nəşr Kiril Dmitriyevin Kreml ilə Ağ Ev arasında əsas əlaqə və 28 maddəlik sülh müqaviləsinin həm müəllifi adlandırıb. Vurğulanır ki, Kiril Dmitriyev 7 yanvar 2026-cı ildə görüntülənib və Ukrayna Danışıqlar Qrupunun Parisdə olması ilə bu eyni vaxtda üst-üstə düşüb. Həmin vaxt Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Ukrayna nümayəndə heyətlərinin digər üzvləri NATO nümayəndəsinin iştirakı ilə Fransa, Birləşmiş Krallıq və Almaniyadan olan təhlükəsizlik müşavirləri ilə məsləhətləşmələrin aparıldığı bildirilir.